TV'nin Pəzmarı məhəlləsindən görüntülər. Bəhmən müəllimlərin həyətindəki qoz ağacıdır. Çox böyük qoz ağacıdır. Qabığı nazik, ləpəsi də ağcəvizdir. Görünən istidən bir böyük qanat aşıb evin üstünə düşmüşdü. Aşağıdakı zəviz vaxtilə boşda qalmışdı. Sonra onu xanlara verdilər. Burada da böyük bir cəviz ağacı var, onda meyvəsi çətindir. Bundan o tərəfə cəvizlərin hamısı bir cərgə halındadır, cərgə cəviz deyirlər. Əvvəl Məşəd Əli Abbasın cəvizləri olub, sonra kolxozun hesabına keçdiriblər. Aşağıda Əlif dayının tövləsidir. Ondan aşağıda məşhur Sadıq çeşməsidir. Bu məhəllə TV'nin qədim məhəllələrindəndir. Lap əvvəldən yaşayış olub. Qarşı tərəfdə isə Hacı məhəlləsinin evləri görsənir. Lap yuxarıda sarı qal yenə möhtəşəmdir. Görünən ev Qodaq dayıcının evidir. Qarşı-qarşıya qonşuları isə Seyfəddin dayı. Yuxarıda Albalı müəllimin evidir. Nəbi indi tərk eləyib. Nəsirvaz Bakı belə dolanır. Yuxarıda Möhsin dayıcının evidir. Meydanda sökülmüş dükanların boş şalafaları.